Qaradağ rayon ərazisində yaşayan əhalinin dayanıqlı, keyfiyyətli içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi məqsədi ilə Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Qaradağ rayon su kanal idarəsi işlərini tərtib olunmuş plana uyğun olaraq qurub. İdarənin xidməti ərazisi 1080 kvadrat kilometr olmaqla 5934 abonentə xidmət göstərir. İdarənin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi növbəllik rejimində işlədiyi üçün bu şəbəkələrdə baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır. Göstərilən bütün xidmətlər əhalinin fasiləsiz içməli su ilə təminatını yaxşılaşdırır. Bu istiqamətdə işlər rayonun bir neçə ərazisində aparılır. İndi bu dayandığımız deməli 3-cü massiv ünvanında yerləşən bərabərdir 300 millimetrlik su xəttində qəza baş vermişdir. Bağlantı olmadan qəzanın icrasını davam elətdiririk. Hazırda Qaradağ rayonu Lükbatan qəsəbəsi ərazisində 20 miqyaslı dövlət layihəsi həyata keçirilir. Belə ki, Lükbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğunun tikintisi aparılır. Tikintiyə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Bundan başqa, idarə tərəfindən 2856 pagon metr müxtəlif diametrli su xətti, 777 pagon metri isə kanalizasiya xətti quraşdırılıb və ya təmir olunub. 11 ədəd kanalizasiya nəzarət baxış quyusu tikilib, 3 ədəd müxtəlif güclü elektrik mühərriki dəyişdirilib və 5 ədədi təmir olunub. Bundan başqa 23 ədəd su nasosları təmir olunub, 19 ədəd müxtəlif diametrli sirtmə dəyişdirilib, 29 ədədi isə təmir olunub. Dayandığımız bu ərazidə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi əsasında iri miqyaslı dövlət layihəsi həyata keçirilir. Belə ki, Qaradağ rayonunun Lükbatan qəsəbəsi, Şanqar qəsəbəsində formalaşan çirkab sular, Abşeron rayonunun Qobu qəsəbəsi və Yuxarı Güzdək qəsəbəsi, Yasamal rayonunun Yeni Yasamal qəsəbəsi, Binəqədi rayonunun Sultəpə, Xocasən qəsəbəsi və Səbail rayonunun Batandart qəsəbəsi, Bibi Heybər, Şixov istiqamətində daşıyıcı kollektorlar vasitəsilə bu əraziyə təmizləyici qurğuya çirkab sular ötürüləcəkdir. Qeyd edək ki, rayon ərazisində baş verən su və kanalizasiya qəzaları Qaradağ Su Kanal İdarəsi tərəfindən operativ şəkildə aradan qaldırılıb. Bundan yanaşı sərfölçən və sayğaclar quraşdırılıb, su anbarları yuyularaq zərərsizləşdirilib.